Salam əziz zəhmətkeş fermerlər. Deməli, şəkər çuğundurunda yüksək məhsuldarlıq planı barədə danışmaq istəyirəm. Şəkər çuğunduru torpaq istəyi filan mövzusunda məlumat bölüşməyə dəyməz. Çünki əsasən qumlu, gilli torpaqlarda əkilməlidir. Təxminən elə bugün ölkədə İmişlidən Bərdəyə kimi torpaqlarda, məsələ gilli, qumlu torpaqlarda əsas əkilir. Sadəcə çuğundur üçün tələb olunan pH 6-7'dir. Amma o torpaqlarda pH 8-9'dur. Bu pH'ın ümumi torpaqda aşağı salınması ancaq amofosla mümkün ola bilər. Və 1 hektar çuğundurdan yaxşı məhsul götürmək üçün torpaqda əgər 0 fosfor olduğu halda 4 kiloqramdan artıq amofos vermək lazım. Söz gedən ərazilər üçün, yəni çuğundur əkilən ərazilər üçün torpağın ortalama fosforunu nəzərə alsaq, təxminən analizlərə görə 25 ilə 35'in arasındadır. Bunu da çıxsaq 55 fosforumuz tamamlamaq üçün 55 fosfora ehtiyacımız var. Çünki 90 verilməlidir. Torpağa təxminən 250 kiloqram amofos verməyimizə ehtiyac yaranır. Bu da ən az rizosferdə pH-ın 6.5'dən də aşağıya düşməsinə şərait yaradır. Həmin ərazilər qismən kaliumlu torpaqlar olduğuna görə amofos yetərincə verildiyi halda kalium gübrəsinə də ehtiyac qalmır. Amofos normadan az verildiyi halda isə kalium xlor və kalium nitrat kimi gübrələrdən verilməsi zərurəti yaranır. Azot ehtiyacı da təxminən 300 kiloqram olmaqla hissəli formada karbonitdən qarşılana bilər. Bütün bunlara baxmayaraq, bütün gübrələr belə qaydasında getsə belə, yenə də bor əsrikliyində çuğundur şəkər toplaya bilmir. Çuğundur üçün olmazsa olmaz elementlərdən biri də kobalt elementidir. Məhsuldarlığı təxminən 30-40% aşağı sala bilən. Ramularia betikola kimi bir çuğundurun ciddi bir göbələyi var ki, ramlaryoz da deyirlər bizim ədəbiyyatlarda. Yəni onun bitkiyə yoluxmasını önləyir kobalt. Ümumiyyətlə bilmək lazımdır ki, hər şey həmişə funksitlərlə həll edilməli deyil. Bəzi göbələklərin yoluxmasında səbəb hansısa elementin çoxluğu və ya azlığı da ola bilir. Məsələn, azotun düzgün idarə edilməsi 90% xəstəliklərin yoluxmasında rol aldığını dəfələrlə izah etmişəm. Məsələn, elə 15 gündən bir dərman atıb, o günləri paylaşıblar, izləyirəm. 15 gündən bir dərman atılmalıdır deyir gilasa. Mən də razıyam, atılmalıdır. Amma mən qış dərmanlamasında bir dəfə mis sulfatdan istifadə elədim və fevraldan iyunun axırına qədər, yəni bugünə qədər heç bir dərmanlama vermədən 500 hektarlıq bağı gətirib məhsulunu təhvil verdim, normal bir şəkildə məhsul verdik, gətirib sona çıxartdıq. Yəni düzgün qidalanan bitki adətən xəstələnmir. Nəysə, çuğundur əsas 2 xəstəlikdir ki, ciddi zərərə səbəb olur. Onun biri də çerçosporiozdur və ağ unlu şehdir. Ramlaryoz da qarışıq, belə deyək ki, 3 xəstəliyin üçünə də laim sülfür tətbiq etməklə problemi həll etmək mümkündür. Və yaxud da ramlaryozla çerçosporiozun ikisinə tebukonazol verilə bilər. Ağ unlu şeh üçün isə azoxstrobin tətbiq edilməlidir. Amma belə deyək ki, bitkiyə yarpaqdan bor və kobalt tətbiqi ağ unlu şeh xaric digər bu xəstəliklərin yoluxmasını önləyir. Gübrələr ayrı bir mövzudur. Amma kobalt bitkidə quru maddəni çoxaldır və sürətli şəkər istehsalını təmin edir. Kökdə oksidativ stressə qarşı qoruyucu təsir göstərir. Köklərin aktiv və sağlam olmasında rol alır. Əsasən fosfor və dəmirin mənimsənilməsində ciddi fəaliyyətləri var. Məhsulun keyfiyyətində də ciddi şəkildə özünü göstərir. Şəkərin yığımını stimullaşdırır. 1-1.5% şəkər artımına səbəb olur. Quraqlıq və duzluq stresslərində antioksidant fermentlər, enzimləri aktivləşdirir. Əsasən kökün inkişaf dövründə iyul aylarında tətbiqi tövsiyə olunur. Bütün bitkilər üçün, belə deyək də, heç bir bitki üçün kobalt haqqında bu qədər kobalt verilməlidir deyə bir önəmlə nə araşdırma var, nə tələb var. Amma yeganə bitkidir ki, çuğundur haqqında yetərincə araşdırma var ki, kobalt gübrələməsi çuğundur üçün olmazsa olmazdandır. Yəni, ümumi məhsuldarlıqda təxminən 10-15% məhsulu artıra bilir. Nəysə, belə, bizim sidi bitrut deyilən bir məhsulumuz
konkret olaraq ancaq şəkər çuğunduru üçün nəzərdə tutulub. Həm MPK-sı 10-10-32, həm mikroelement tərkibində, həm də xüsusi miqdarda bor və kobalt elementləri ilə təchiz edilib və qablaşdırmasında da 1 kiloqram fulfik asid var. Demək olar ki, tərkibində olan digər maddələri daha saymağıma ehtiyac yoxdur. Yəni, bütünlüklə konkret olaraq çuğundurun ehtiyacları nəzərə alınıb, çuğundur üçün istehsal olunub CD-Bitrooter preparatımız. Yəni, 5 kiloqramlıq yenə də preparatdır və 5 kiloqramın içində 5 dəfə traktor girməsin təsərrüfata. Mikroelementi, makroelementi, fulfik asidi, yəni qumatı və hormonları, enzimləri hamısı içində daxil olmaqla çuğundur üçün tətbiqi nəzərdə tutulub. Alıb istifadə edən çoxlu fermerlərimiz var və nəticələrini də görürlər və tövsiyə edirəm ki, çuğundur əkən fermerlər sınaq məqsədi ilə də olsa, yarım hektarında, 1 hektarında sınasın, nəticəsinə baxsın, görsün ki, boş-boş danışmırıq. Əlimizə kanisteri götürüb düşməmişik bazara ki, ala bunu ver. Yəni, bizimki tədqiqatdır. Hər bir bitkinin özünə görə yanaşmadır. Hər bir bitkinin özünə görə problemlərini, ölkəmizə görə, regionlara görə problemlərini araşdırıb ortaya çıxartmaqdır və onu istehsal etdiyimiz məhsulların içində aradan qaldırmağa hədəflənmiş bir istehsalımız var. Belə, buyurun.